Əgər bir yerdə olarsa insan qibləni tapmaq heç bir cürə mümkün olmazsa, yəni kompas və yaxud da kompası əvəz edici şey olmazsa, belə olduğu halda nə etməliyik və yaxud da müsəlman nə etməlidir? Şək yoxdur ki, qibləyə yönəlmək namazın sağlamlığı üçün şərtdir. Bu, faqihlərin arasında icma olunmuş, ittifaq olunmuş məsələlərdəndir. Necə ki, Allah Azza və Cəllə Bəqara surəsinin 144-cü ayəsində buyurur: "Fəvəlli vəcəhəkə şatral məscidil haram və haythuma kuntum fəvəllu vucuhakum şatrahu." Sən üzünü məscidil harama tərəf çevir, harda olursunuzsa olun, üzünüzü ona tərəf çevirin. Bu, açıq-aşkar dəlildir ki, namazın sağlamlığı üçün qibləyə çevrilmək şərtdir. Sadəcə elm əhli deyir ki, iki halda insan qiblə tərəfə namazı qılmaya bilər. Birincisi, qorxu anında, bu düşmənlə döyüş anında da ola bilər və başqa qorxu anlarında da ola bilər. İkincisi də müsafirin qıldığı nafilə namazda. Əgər minik üzərində olarsa, o zaman icazə verilir ki, müsafir əgər minik üzərində olarsa, nafiləni qeyri-qiblə tərəfə qılsın. Və bu adətən minik deyəndə dəvə at da nəzərdə tutulur, maşın da nəzərdə tutulur. Lakin bəyənilir ki, ən azından təkbir gətirdikdə qiblə tərəfə yönəlmiş olsun. Və həmçinin qiblə məsələsində belə bir qayda var. Əgər bir insan Kəbənin içində, yəni Kəbənin özünü görürsə, birbaşa Kəbə tərəfə yönəlməsi lazımdır. Əgər Məkkə şəhərində yaşayırsa, məscidə, Kəbə məscidinə tərəf yönəlməsi lazımdır. Məscid-i Harama tərəf yönəlməsi lazımdır. Və başqa yerdə olanlar isə ümumiyyətlə Məkkə şəhəri və yaxud da Kəbə məscidi tərəfə istiqamətlənməsi kifayətdir. Ümumən insan əgər elə bir yerdə olarsa, qibləni müəyyənləşdirmək qeyri-mümkün və yaxud da çətin olarsa, belə olduğu halda müəyyənləşdirmək üçün müəyyən səbəblərdən istifadə etməlidir. Birincisi, ola bilər ki, elə yerdədir ki, orada müsəlmanlar yoxdur, qiblənin yerini öyrənmək çətindir. Və belə olduğu halda ən azından oradakı adamlardan bir neçəsindən soruşmağa çalışmalıdır ki, bəlkə içlərindən kimsə o adamlardan hansısa qibləni bilir. Deməli, etibarlı adam xəbər verdisə, onun sözünə isnadən, etibarən qiblə tərəfə yönəlmək daha xeyirlidir bir insan öz başına ictihad etməyindən. Əgər soruşası adam olmazsa və yaxud da kompas və yaxud da kompası əvəz edən hər hansı bir müasir texnologiya olmazsa, onda o zaman bir insan ictihad edə bilər qibləni öyrənmək üçün. Və yaxud da bir adam səhradadır və yaxud da dağdadır. Elə bir yerdədir ki, heç bir cürə qibləni öyrənmək mümkün deyil. Belə olduğu halda ictihad eləyir. Bu ictihad da bəzi şeyləri bilməklə irəli gəlir. Məsələn, yaşadığı ölkə. Şək yoxdur ki, Qafqaz tərəfdə adətən qayda belədir ki, insan məşriq ilə məğrib arası qiblə sayılır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədis var, İmam Tirmizi və İbn Məcə rivayət eləyib, "Mə beynəl məşriq vəl məğribi qiblə." Məğriblə məşriq arası qiblədir deyə. Qafqaz tərəflərdə qayda belədir ki, bir insan qibləni tapmaq üçün nə edir? Gün batan tərəfə sağ tərəfini tutur, gün doğan tərəfinə isə sol tərəfini, sol çiynini, orta istiqamət qiblə sayılır. Deməli, insan öyrənə bilmədiyi bir yer oldusa, onda o zaman günəşin doğuşunu və günəşin batışını öyrənməsi kifayətdir. Hər ikisinin ortası dediyim şəkildə qiblə sayılır. Və bəzi yerlərdə belə alınmır. Bəzi ölkələrdə bunu ulduzla kəşf edə bilirlər. Məsələn, Misirdə, Yəməndə və s. kimi yerlərdə. Buna da Şimal Qutb ulduzu deyirlər. Balaca həcmi var. Bunu da adətən, yəni bunun da fənni var. Bunu hər adam bilmir. Məsələ, bu ulduzu adətən Misirdə yəni, o ulduzu görsələr, arxa hissələrində tərk eləyirlər. Yəni, o ulduz arxa hissələrində qaldısa, önləri qiblə sayılır. Məsələn, İraqda sağ tərəfində olur o ulduz və yaxud da Şamda və Yəməndə o tam qarşında olmalıdır və yaxud da sol tərəfində biraz və s.
bunlardan da xəbəri olmasa, heç bir cürə öyrənə bilməsə, ən azından zənninə görə, zənninin çoxuna görə hansı tərəfə qiblədir deyə ictihad edərək, o tərəfə yönələrək namazını qılır. Allah Azze və Cəllə buyurur, Lə yükəllifullah nəfsən illə vus'aha. Allah Azze və Cəllə insanın bacarmadığı yükü ona yükləmir. İnsan qibləni öyrənmək üçün əlindən gələn səbəblərdən istifadə edərsə, bu onun üçün kifayətdir. Hətta sonradan, bu qədər vəsilədən istifadə etdikdən sonra, yəni səhlənkarlıq etmədən, bir müddətdən sonra kəşf olunsa ki, yanlış tərəfə qılıb, o namazı təkrar qaytarması kifayət deyil. Və yaxud da namazı qaytarması lazım deyil. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.